Urok 18 Ritkalinka. Bugün o Ritkalinkadan 18-ci dərsi keçirik. Yeni sözlərə baxaq. Я иду в больницу. Mən xəstəxanaya gedirəm. Новые слова, yeni sözlər. Голова, baş, ухо, qulaq, уши, qulaqlar. Ruka, əl, ruki, əllər. Нога, ayaq, ноги, ayaqlar. Живот, qarın. Глаз, göz, глаза, gözlər. Nos, burun. Rot, ağız. Лицо, üz, sifət. Горла, boğaz. Serce, ürək. Spina, kürək. Palец, barmaq. Palцы, barmaqlar. Лекарство, dərman. Zubnoy vraç, diş həkimi. Медсестра, tibb bacısı. Qrip dəyişmədi, prostuda, soyuq dəymə. Мне плохо, yəni ki, mənim halım pisdir. Один раз, bir dəfə, два раза. 2, 3, 4 olsa razа olacaq. 5 olsa раз olacaqdır. 5-dən sonra hamısı raz. Так, keçdik. Выздоравливай, yəni sağal. Resept, resept deməkdir. Скорая помощь, təcili yardım. Должен, hər hansı bir fiili vacib formasında qoyur. Должен malı-məli şəkilçisidir. Ты должен читать, sən oxumalısan, misal üçün. Ты должна, qadın cinsində olanda. Ты должна отдыхать, sən istirahət etməlisən və s. Ждать, gözləmək, болеть, ağrımaq, xəstələnmək deməkdir. Keçdik диалoglara. Диалог номер 1. Привет, Nina. Salam, Nina. Почему ты сегодня не работаешь? Sən niyə bugün işləmirsən? Привет, Sasha. Salam, Sasha. Я болею. Mən ağrıyıram. Я думаю, что у меня простуда. Mən düşünürəm ki, mənim soyuq dəyməm var. У меня очень болит горло и голова. Mənim boğazım və başım çox ağrıyır. Мне очень плохо. Mənim halım çox pisdir. Я ничего не могу делать. Mən heç nə edə bilmirəm. Ты должна принимать лекарства и отдыхать. Sən dərman qəbul etməli və istirahət etməlisən. У тебя есть температура? Sənin hərarətin var? Немного, birazca. 37,5. 37,5. Я принимаю аспирин. Mən aspirin qəbul edirəm. Хорошо, выздоравливай. Yaxşı, sağal. Keçdik. Диалог номер 2. Здравствуйте. Что у вас болит? Salam, sizin haranız ağrıyır? Və yaxud da nə ağrıyır sizdə? Здравствуйте, доктор. Salam, doktor. У меня болит спина. Mənim kürəyim ağrıyır. Вчера она болела очень сильно. Dünən o çox bərk ağrıyırdı. Я принимал лекарства. Mən dərman qəbul etdim. Но я не мог работать. Amma mən işləyə bilmədim. Где у вас болит? Sizin haranız ağrıyır? Здесь, burada. Хорошо, yaxşı. Вот рецепт. Budur resept. Вы должны принимать это лекарство 2 раза в день. Siz bu dərmanı gündə 2 dəfə qəbul etməlisiniz. Утром и вечером, səhər və axşam. Вы должны лежать и отдыхать. Siz uzanmalı və istirahət etməlisiniz. Диалог номер 3, 3-cü dialoq. Таня, кто твой друг по профессии? Таня, sənin dostun peşəcə kimdir? Мой друг зубной врач. Mənim dostum diş həkimidir. А я медсестра. Mən isə tibb bacısıyam. Вы работаете вместе? Siz birlikdə işləyirsiniz? Нет, он работает в клинике Белый зуб. Xeyr, o ağ diş klinikasında işləyir. А я работаю в больнице. Mən isə xəstəxanada işləyirəm. Тебе нравится твоя работа? Sən xoşuna gəlir sənin işin? Да. Но сейчас я работаю очень много. Bəli, amma mən indi çox işləyirəm. Zimой люди часто болеют. Qışda insanlar tez-tez xəstələnirlər. İnaqda мы работаем 12 часов в день. Bəzən biz gün ərzində 12 saat işləyirik. Диалог номер 4. Дима, тебе плохо? Дима, sən halın pisdir? Да, мне плохо. Bəli, mənim halım pisdir. У меня очень болит голова и живот. Mənim başım və qarnım çox ağrıyır. Я думаю, у меня температура. Mən düşünürəm ki, mənim hərarətim var. А что ты ел вчера на ужин? Bəs dünən sən şam yeməyinə nə yemişdin?
Я не помню, что я ел. Mən xatırlamıram nə yemişəm. Но я помню, что я пил. Amma mən xatırlayıram nə içmişəm. Пиво, вино и шампанское. Pivə, şərab və şampan. Вечером был мой день rождения. Dünən mənim ad günüm idi. С днем рождения. Ad günün mübarək. Хочешь aspirin? Aspirin istəyirsən? Диалог номер 5. 5-ci dialog. Алло, скорая помощь слушает. Алло, təcili yardım eşidir. Здравствуйте, salam. Мой дедушка говорит, что ему очень плохо. Mənim babam deyir ki, onun halı çox pisdir. У него болит сердце, onun ürəyi ağrıyır. Какой ваш адрес? Sizin ünvanınız hansıdır? Улица Пушкина, dom 39, kvartira 41. Pushkin küçəsi, bina 39, mənzil 41. Ваш дедушка должен лежать и принимать aspirin. Sizin babanız uzanmalı və aspirin qəbul etməlidir. Ждите скорую помощь. Təcili yardım gözləyin. Большое спасибо. Çox sağ olun. До свидания. Görüşənədək.